ona çətin gəlir. Ona görə bəzi sələflər buyurur ki, həqiqətən də pisliyin cəzası odur ki, özündən sonra bir pisliyin gəlməsi. Yaxşılığın mükafatı isə odur ki, özündən sonra bir yaxşılığın gəlməsidir. Həqiqətən insan əgər bir yaxşı əməl işləyərsə, o zaman o yaxşı əməl özündən sonraki yaxşı əməli çağırır. Və insan artıq ikinci yaxşı əməli edər, ikinci yaxşı əməl üçüncü yaxşı əməli çağırır. Və insan üçüncü yaxşı əməli edər, üçüncü yaxşı əməl, dördüncü yaxşı əməli çağırır. Və günahların növbəti təsirlərindən həqiqətən də ən təhlükəlisi, ən qorxulusu budur, insanın qəlbində olan iradənin zəifləməsi və insanın qəlbində olan iradə asılışlar nəticəsində zəifləyir. Yəni, insan tövbəyə qarşı səhlənkar olur və tövbə etmək onda yavaş-yavaş zəifləyir. Hətta Allah qorusun, yəni tövbə etmək, yəni külli olaraq tamamilə onun qəlbindən artıq çıxır. Tövbə etmək istəyən onun qəlbindən tamamilə silinir. Belə olduğu halda insan görürsən ki, tövbəyə müvəffəq olmur. Və növbəti təsirləri isə insanın qəlbində günaha qarşı kin, nifrət, qəzəb artıq yox olur. Və beləcə günahlar onun üçün adət halına çevrilir. Və o insan, günahı işləyən insan nə insanların onu görməsindən, nə də insanların onun barəsində danışmasından yəni iyrənmir və həmçində bundan da çəkinmir. Hətta bəzən o hala gəlib çıxır ki, yəni həmən o günahı işləyən insan etdiyi əməli fəxrlə insanlar arasında o əməlini onların arasında fəxrlə özünü öyə-öyə danışmağa başlayır. Hansı ki, insanların onun etdiyi əməldən heç bir xəbəri yox idi. Ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, ümmətimin hamısı bağışlanacaq, ancaq günahı aşkarda edənlərdən başqa. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, günahı aşkarda etmək odur ki, deməli, Allah Subhanahu wa ta'ala qulun günahının üstünü örtür və sonrası həmən o bəndə səhərsi gün, sabahsı gün o günahı danışır və beləliklə öz nəfsini, özünü ifşa etmiş olur.